İstər yay olsun, istərsə də qış, nə vaxt dondurma yemək istəsə və yaxud da buzlu bir içki içmək istəsə, həmişə arxa fonda kimsə deyir ki, bəs soyuq bir şey yemə, içmə, xəstələnərsən, boğazın şişər. Görsən həqiqətən də boğaz şişirmi soyuq bir şey yeyib içəndə? Bugün bunu araşdıraq. Ümumiyyətlə bu boğaz şişmə durumu boğazın iltihabı deməkdir. Daha doğrusu boğazda yerləşən müxtəlif toxumaların iltihabı prosesidir. Və normalda bu proses suya səbəb olan soyuq deyil, məhz ya viruslardır, ya da bakteriyalar. Yəni xəstəliyin törədicisi ya virusudur, ortamda olan, ya da bakteriya. Əgər boğaz nahiyənizdə xəstəlik törədici bir mikroorqanizma yoxdursa, normalda soyuq sizi xəstələndirməz. Yəni soyuq bir şey yeyib içməyiniz xəstələndirməz. Ancaq soyuq bəs nə edər? Soyuq yerli olaraq təsir göstərməyə başlayır. Belə ki, bu boğaz nahiyəsində soyuğun təsirindən həmin nahiyəyə gələn qan damarları daralmağa